Sabahdan başlayır. Tamamilə ödənişsizdir dəyərli izləyicilər. Söhbət nədən gedir? Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar iyunun 15-dən etibarən başlayacaq çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib. Statinfo xəbər verir ki, İdeya İctimai Birliyi bu barədə məlumat yayıb. Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerlər yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətə gətirilib. Demək, 50 olan şəxslərə müəssərliyin təmin edilməsi məqsədi ilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib. Çimərlik ərazisinə ən yaxın dayanacaq 50 olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Odur ki, dəyərli izləyicilər, gedin, dincəlin, istirahət edin və kanalımızı takip etməyi də unutmayın. Sağ olun.